şah təğyir libas deyirlər də, öz xanımı ilə paltarlarını çıxardıb, yoxsul paltarı giyinib xalq arasında gəzirlərmiş. Ki, görə insanlar necə yaşayır? Deyir, baxırlar bir daxma, lap uçuq vəziyyətdə. 2 nəfər qoca adamdır, yaşlı kişi, yaşlı qadın. Bunlar da ər-arvad baxırlar, şahla onun xanımı. Çünki insan bu şəraitdə necə yaşayır? İnsan necə belə həyat sürə bilər? Öz məmləkətlərini gəzirlər. Baxırlar, görürlər, şam yeməyi yeyirlər. O qoca qarı şoruyub pendiri qoyur çörəyin üstünə. Həyat yoldaşına deyir, sənə fəda olum, sənə qurban olum, ye bundan. O da deyir, sənə qurban olum belə. Bu deyir, sənə fəda olum belə. Şah xanımına baxır, deyir ki, görəsən bunlar daha çox xoşbəxtdir, yoxsa biz? Xoşbəxtlik sarayda yaşamaqla deyir. Xoşbəxtlik kənarı abad eləməklə deyir. İç səhmana düşərsə, xanım Fatimə Zəhranın balaca bir daxması, evi fəzilətlərin bir məskəninə çevrilir. Onların həyatdan aldığı zövqlə şahların aldığı zövqün çox böyük fərqi var.